Hər kəsə salam. Bugün istiliyin ayrılması və udulması ilə gedən endotermik və eksotermik reaksiyaların fərqlərinə nəzər salacağıq. Endotermik sözü endo sözündən götürülmüşdür. Udulma deməkdir. Yəni endotermik reaksiyalar istiliyin udulması ilə gedir. Və bu zaman istilik effektimiz -Q, entalpiya isə onun əksi müsbət olur. Endotermik reaksiyalara nələr aiddir? Əksər parçalanma reaksiyaları endotermikdir. Məsələn, kalsium karbonatı parçalanması nəticəsində kalsium oksid və CO2 alınır. Bu reaksiya endotermikdir, yəni istiliyin udulması ilə gedir. Ancaq istisna bizim 3 reaksiyamız var ki, bu 3 birləşmə reaksiyasını, yəni bu reaksiyalar birləşmə olmuş olsa da endotermikdir. Yəni biz desək də əksər parçalanma reaksiyası endotermikdir. Bu 3 reaksiya birləşmə reaksiyası olmuş olsa da bunları da endotermik qəbul edirik. Bunlar azotlu oksigen qarşılığı təsirindən NO-nun alınması, karbon qazının üzərinə karbon gəldikdə oradan CO-nun ayrılması və karbonla kükürdün qarşılıqlı təsirindən karbon disulfidin əmələ gəlməsi. Bu 3 reaksiya endotermikdir. Həmçinin aqreqat hal dəyişilmələrindən ərimə, buxarlanma, sublimasiya, eləcə də atomdan elektron qopması endotermik reaksiyadır. Eksotermik reaksiyalar isə ekso sözündən götürülmüşdür, ayrılma deməkdir, yəni istiliyin ayrılması ilə gedir. Burada isə istilik effektimiz müsbət, entalpiya isə mənfi olur, yəni mənfi delta H. Eksotermik reaksiyalara əksər birləşmə reaksiyaları aiddir. Amma istisna burada da 3 dənə parçalanma reaksiyamız var ki, onlar da eksotermikdir. NO-nun parçalanması, karbon disulfidin və ammonium bixromatın parçalanması. Yəni, sadəcə olaraq bu 3 parçalanmanı yadda saxlasaq, bunlar eksotermikdir. Yerdə qalan parçalanma reaksiyaları endotermik olur. Bu 3 reaksiya istisna kimi birləşmə olsa da endotermikdir. Yerdə qalan birləşmə reaksiyaları eksotermikdir. Həmçinin birləşmə ilə yanaşı yanma reaksiyaları da eksotermikdir. Yanma nə deməkdir? Yəni, maddənin oksigenlə qarşılıqlı təsiri. Məsələn, metanın yanması zamanı CH4 üzərinə oksigen gəlirik. Buradan karbon qazı və su alınır. Yəni, yanma prosesi oksigen iştirakı ilə gedir və bu da eksotermik reaksiyadır. Aqreqat hal dəyişilmələrindən donma, kondensasiya, desublimasiya, həmçinin atomun özünə elektron birləşdirməsi də eksotermik reaksiyadır.